Dostlar, salam. Qəbizli insanların düşündüyündən daha geniş yayılmış problemlərdən biridir. Bəzi insanlar bunu sadəcə narahatlıq hesab edir. Bəziləri isə illərlə bu problemlə yaşayır. Və maraqlıdır ki, insanların böyük hissəsi qəbizliyin nə vaxt normal həddi keçdiyini tam bilmir. Bugün çox vacib bir mövzudan danışacağıq. Ağır və yüngül qəbizlik nədir? Niyə yaranır? Hansı hallarda sadəcə həyat tərzi dəyişikliyi kifayət edir? Hansı bitkilər və təbii vasitələr kömək edə bilər? Və nə vaxt həkimə müraciət etmək lazımdır? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şeyi başa düşək. Qəbizlik nədir? Bir çox insan düşünür ki, əgər hər gün böyük tualetə çıxmırsa, deməli qəbizlik var. Əslində, məsələ bir qədər fərqlidir. Tibbi baxımdan qəbizlik yalnız tualetə az çıxmaq demək deyil. Nəcisin çox sərt olması, böyük tualet zamanı güc vermək məcburiyyətində qalmaq, bağırsaqların tam boşalmadığını hiss etmək və ya həftədə 3 dəfədən az böyük tualetə çıxmaq da qəbizlik əlamətləri hesab oluna bilər. Yəni, iki insanın vəziyyəti fərqli ola bilər. Biri hər gün tualetə çıxır, amma çox çətinlik çəkir. Digəri isə 2 gündən bir çıxır və heç bir problem yaşamır. Məhz buna görə yalnız tezliyə baxmaq kifayət etmir. İndi isə vacib bir suala keçək. Qəbizlik niyə yaranır? Ən geniş yayılmış səbəblərdən biri kifayət qədər su qəbul etməməkdir. Bağırsaqların normal işləməsi üçün maye lazımdır. Əgər orqanizm susuz qalırsa, yoğun bağırsaq nəcisdən daha çox su sorur. Nəticədə nəcis sərtləşir və xaric olunması çətinləşir. Maraqlıdır ki, bəzi insanlar gün ərzində çox çay və ya qəhvə içirlər, amma adi suyu çox az qəbul edirlər. Sonra isə qəbizliyin səbəbini başqa yerdə axtarırlar. Digər vacib səbəb isə hərəkətsiz həyat tərzidir. Bağırsaqlar da müəyyən mənada əzələ fəaliyyəti ilə işləyən sistemdir. İnsan nə qədər az hərəkət edirsə, bağırsaqların fəaliyyəti də bir qədər ləngiyə bilər. Məhz buna görə uzun müddət yataqda qalan insanlarda, yaşlılarda və günün böyük hissəsini oturaq keçirən insanlarda qəbizlik daha çox rast gəlinir. Bəzən insanlar düşünür ki, qəbizlik yalnız qidalanma ilə bağlıdır. Halbuki gündəlik hərəkət də böyük rol oynayır. Hətta adi gəzinti belə bəzi insanlarda bağırsaq fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər. İndi isə çox vacib başqa bir səbəbdən danışaq. Lif çatışmazlığı. Son illərdə insanların qidalanması dəyişib. Daha çox emal olunmuş qidalar, daha az tərəvəz, daha az meyvə, daha az tam taxıl məhsulları. Halbuki lif bağırsaqlar üçün son dərəcə vacibdir. Lif nəcisin həcmini artırır. Onun daha yumşaq qalmasına kömək edir və bağırsaq hərəkətlərini dəstəkləyir. Əgər qidalanmada kifayət qədər lif yoxdursa, qəbizlik riski artır. Maraqlıdır ki, bəzi insanlar yalnız ət və un məhsullarına üstünlük verirlər. Tərəvəz və meyvələri isə çox az yeyirlər. Bu zaman bağırsaqların fəaliyyəti də dəyişə bilər. Başqa bir səbəb isə bağırsaq siqnallarını uzun müddət saxlamaqdır. Bu çox yayılmış vərdişdir. İnsan işdədir, səfərdədir, məşğuldur və bağırsağın siqnalını ertələyir. Bir dəfə, 2 dəfə, 3 dəfə. Zamanla bağırsaqlar həmin siqnallara daha zəif cavab verməyə başlaya bilər və qəbizlik yaranır. Bu xüsusilə uşaqlarda və bəzi böyüklərdə rast gəlinən səbəblərdən biridir. İndi isə vacib bir məqama toxunaq. Qəbizlik bəzən başqa xəstəliklərin əlaməti də ola bilər. Məsələn, qalxana bənzər vəzin zəif işləməsi, bəzi hormonal problemlər, şəkər xəstəliyi, sinir sistemi xəstəlikləri və ya bəzi dərmanların istifadəsi. Məhz buna görə uzun müddət davam edən qəbizlik həmişə yalnız qidalanma ilə izah olunmur. Bəzən problemin kökü daha dərində olur. İnsanların çoxu qəbizlik ilə köpü eyni şey hesab edir. Amma bunlar fərqli anlayışlardır. Bununla belə çox vaxt birlikdə görülə bilirlər. Bağırsaq fəaliyyəti yavaşladırda qazların xaric olunması da çətinləşə bilər. Nəticədə qarında şişkinlik yaranır. İnsan özünü narahat hiss edir. Paltarları dar gəlir. Qarında ağırlıq hiss olunur. Bəzi insanlar isə bu hissi günün sonuna doğru daha çox yaşayırlar. İndi isə vacib suala keçək. Qəbizlik həmişə eyni dərəcədədirmi? Xeyr. Bəzi insanlarda problem yüngül olur. Bir neçə gün davam edir. Su qəbulu artır, qidalanma düzəlir və vəziyyət yaxşılaşır. Amma bəzi hallarda qəbizlik daha ciddi problemə çevrilə bilər. Nəcis çox sərt olur. Böyük tualet zamanı güclü ağrı yaranır.
Hətta bəzi hallarda anal çatlar və qanaxmalar meydana çıxa bilər. Məhz buna görə qəbizliyi sadəcə kiçik narahatlıq kimi qəbul etmək düzgün deyil. Növbəti hissədə isə ən maraqlı mövzuya keçəcəyik. Hansı bitkilər və təbii vasitələr bağırsaqların fəaliyyətinə dəstək ola bilər? Kətan toxumu necə istifadə olunur? Quru gavalı niyə bu qədər məşhurdur? Əncir, yulaf və kefirin rolu nədir? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin insanların ən çox maraqlandığı hissəyə keçək. Qəbizlik zamanı hansı bitkilər və təbii vasitələr kömək edə bilər? Burada vacib bir məqam var. Bitkilər bəzi insanlarda faydalı ola bilər, amma onlar möcüzə deyil. Əgər qəbizliyin səbəbi ciddi bir xəstəlikdirsə, yalnız bitkilərlə problemi həll etmək mümkün olmaya bilər. Ona görə də əvvəlcə səbəbi anlamaq vacibdir. İndi isə ən çox istifadə olunan təbii vasitələrə baxaq. Birinci olaraq kətan toxumundan danışaq. Kətan toxumu son illərdə çox məşhurlaşıb və bunun səbəbi var. Çünki tərkibində lif çoxdur. Lif isə bağırsaqların fəaliyyəti üçün vacibdir. Kətan toxumu su ilə təmasda olduqda şişir və bağırsaqlarda nəcisin daha yumşaq qalmasına kömək edə bilər. Amma burada bir detal var. Əgər insan kifayət qədər su içmirsə, lif gözlənilən effekti verməyə bilər. Məhz buna görə lifli qidalarla birlikdə kifayət qədər maye qəbul etmək vacibdir. İkinci məşhur vasitə quru gavalıdır. Bir çox insan bunu nənələrindən eşidib. Maraqlıdır ki, bu tövsiyənin müəyyən elmi əsası da var. Quru gavalının tərkibində liflə yanaşı bəzi təbii maddələr mövcuddur ki, onlar bağırsaq fəaliyyətinə təsir göstərə bilər. Buna görə yüngül qəbizlik zamanı bəzi insanlarda faydalı ola bilər. Üçüncü vasitə isə əncirdir. Əncir həm təzə, həm də qurudulmuş formada istifadə oluna bilər. Onun da tərkibində lif mövcuddur. Bu səbəbdən bağırsaqların normal fəaliyyətini dəstəkləyən qidalar sırasında yer alır. Bəzi insanlar ənciri gecədən suda saxlayaraq istifadə etməyə üstünlük verirlər. Lakin burada əsas təsir yenə də lif və maye balansı ilə əlaqədardır. Başqa bir faydalı qida isə yulafdır. Yulaf yalnız səhər yeməyi deyil, o həm də bağırsaqlar üçün faydalı lif mənbəyidir. Xüsusilə qidalanmasında tərəvəz və meyvə az olan insanlarda lif qəbulunun artırılmasına kömək edə bilər. Bəzi insanlar lifi yalnız əlavələrdən almağa çalışırlar. Halbuki bir çox hallarda düzgün qidalanma daha vacib rol oynayır. İndi isə köp mövzusuna toxunaq. Çünki qəbizlik və köp çox vaxt birlikdə görülür. Bu zaman bəzi insanlar raziyana və şüyüd çayından istifadə edirlər. Bu bitkilər uzun illərdir müxtəlif ölkələrdə istifadə olunur. Bəzi insanlarda köp hissinin azalmasına kömək edə bilər. Amma yenə də hər kəsdə eyni nəticə vermir. Çünki köpün səbəbi də müxtəlif ola bilər. Bəzən sadəcə qidalanma ilə bağlı olur. Bəzən isə bağırsaq xəstəlikləri ilə əlaqəli ola bilər. İndi isə kefirdən danışaq. Son illərdə bağırsaq mikrobiotası haqqında çox danışılır. Bağırsaqlarda milyardlarla mikroorqanizm yaşayır. Bu mikroorqanizmlər həzm sisteminin normal fəaliyyəti üçün vacibdir. Kefir isə fermentləşdirilmiş məhsullardan biridir. Bəzi insanlarda bağırsaq mikrobiotasının dəstəklənməsinə kömək edə bilər. Lakin burada vacib bir məqam var. Kefir hər insanda eyni təsiri göstərmir. Bəzi insanlarda faydalı ola bilər. Bəzilərində isə heç bir dəyişiklik yaratmaya bilər. İnsanların ən çox etdiyi səhvlərdən biri də budur. Bir bitki və ya bir məhsul haqqında eşidirlər və düşünürlər ki, hər kəs üçün eyni nəticə olacaq. Halbuki orqanizmlər fərqlidir. Qəbizliyin səbəbləri də fərqlidir. Buna görə bir insana kömək edən üsul digər insanda işləməyə bilər. Başqa bir vacib səhv isə dərhal güclü işlədicilərə müraciət etməkdir. Bəzi insanlar ilk gündən bağırsaqları sürətlə boşaldan vasitələrdən istifadə edirlər. Halbuki bir çox hallarda əvvəlcə daha sadə dəyişikliklər kifayət edir. Su qəbulunun artırılması, gündəlik hərəkətin artırılması, lifli qidaların çoxaldılması, bağırsaq vərdişlərinin normallaşdırılması. Bu dəyişikliklər bəzi insanlarda ciddi fərq yarada bilər. Bir maraqlı fakt da budur ki, bağırsaqlar müəyyən mənada vərdiş də işləyir. Əgər insan hər gün təxminən eyni saatlarda tualetə getməyə çalışırsa, zamanla bağırsaqlar buna uyğunlaşa bilər. Məhz buna görə bəzi mütəxəssislər səhər yeməyindən sonra tualet üçün vaxt ayırmağı tövsiyə edirlər. Çünki həmin vaxt bağırsaq fəaliyyəti daha aktiv ola bilər. İndi isə başqa vacib bir suala keçək.
Qəbizlik zamanı hansı qidalar problemi daha da ağırlaşdıra bilər? Çünki insanların çoxu yalnız nə yeməli olduğunu düşünür. Amma nəyi azaltmalı olduğunu da bilmək vacibdir. Bəzi insanlarda həddindən artıq emal olunmuş qidalar, çox az lifli pəhriz, kifayət qədər maye qəbul etməmək və uzun müddət hərəkətsiz qalmaq vəziyyəti daha da pisləşdirə bilər. Növbəti hissədə isə ən vacib mövzulardan danışacağıq. Qəbizlik nə vaxt təhlükəli ola bilər? Nəcisdə qan nə deməkdir? Hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır? Və insanların bu mövzuda inandığı ən böyük miflər hansılardır? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin ən vacib hissəyə keçək. Çünki qəbizlik hər zaman sadəcə narahatlıq yaratmır. Bəzən bədən daha ciddi problemlər haqqında da siqnal verə bilər. Məhz buna görə hansı hallarda həkimə müraciət etməyin vacib olduğunu bilmək lazımdır. Əvvəlcə bir şeyi vurğulayaq. Əgər qəbizlik bir neçə gün davam edib, sonra keçirsə, bu hər zaman ciddi problem demək deyil. Səyahət, stres, qidalanma dəyişiklikləri, az su qəbulu. Bunların hamısı müvəqqəti qəbizliyə səbəb ola bilər. Amma bəzi hallar var ki, diqqətdən yayınmamalıdır. Məsələn, nəcisdə qan görünməsi. Bu çox vacib əlamətdir. Bəzi hallarda səbəb hemoroid ola bilər. Bəzi hallarda anal çatlar. Amma səbəb nə olursa olsun, təkrarlanan qanaxmalar qiymətləndirilməlidir. Çünki yalnız baxışla səbəbi müəyyən etmək mümkün deyil. Digər vacib siqnal isə səbəbsiz çəki itkisidir. İnsan pəhriz saxlamır. Fiziki aktivliyi artırmayıb, amma çəkisi azalır. Bu vəziyyət mütləq araşdırılmalıdır. Çünki qəbizlik ilə birlikdə görülən səbəbsiz çəki itkisi bəzi hallarda daha ciddi problemlərin əlaməti ola bilər. Qarında güclü ağrı da diqqət tələb edir. Xüsusilə ağrı getdikcə artırsa, qusma əlavə olunursa, qaz çıxarmaq çətinləşirsə, bu hallarda təcili tibbi yardım lazım ola bilər. Uzun müddət davam edən qəbizlik də araşdırılmalıdır. Təsəvvür edin ki, həftələr və ya aylar keçir, amma problem düzəlmir. Bu zaman sadəcə yeni bir bitki sınamaq əvəzinə səbəbi axtarmaq daha vacibdir. Çünki bəzən problemin arxasında hormonal pozğunluqlar, bağırsaq xəstəlikləri və ya digər tibbi səbəblər dayanır. İndi isə insanların ən çox inandığı miflərə baxaq. Birinci mif: qəbizlik normaldır. Yaş artdıqca hamıda olur. Xeyr, yaş artdıqca risk arta bilər. Amma bu, qəbizliyin normal olduğu mənasına gəlmir. Davam edən problemlər qiymətləndirilməlidir. İkinci mif: hər gün böyük tualetə çıxmıramsa, mütləq xəstəyəm. Bu da doğru deyil. İnsanların bağırsaq ritmi fərqli ola bilər. Əsas məsələ narahatlığın olub-olmamasıdır. Nəcisin xüsusiyyətidir və bağırsaqların normal işləyib işləməməsidir. Üçüncü mif: bitkilər tam təhlükəsizdir. Bu da tam doğru deyil. Bitkilər də bioloji aktiv maddələr irtiva edir. Bəzi insanlarda allergiya yarada bilər. Bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Ona görə hər təbii məhsulun tam təhlükəsiz olduğunu düşünmək düzgün deyil. Dördüncü mif: qəbizlik varsa, dərhal güclü işlədici istifadə etmək lazımdır. Bir çox hallarda ilk addım həyat tərzi dəyişikliklər olur. Su qəbulu, hərəkət, lifli qidalar, bağırsaq vərdişlərinin normallaşdırılması. Məhz buna görə səbəbi müəyyən etmək vacibdir. Beşinci mif: köp və qəbizlik eyni şeydir. Əslində bunlar fərqli problemlərdir. Amma çox vaxt birlikdə görülə bilirlər və birinin səbəbi digərinə təsir göstərə bilər. Bir maraqlı fakt da var. Son illərdə alimlər bağırsaqları ikinci beyin adlandırırlar. Əlbəttə ki, bu ifadə məcazi mənadadır. Amma səbəbi maraqlıdır. Çünki bağırsaqlarla sinir sistemi arasında güclü əlaqə mövcuddur. Stres zamanı bəzi insanlarda qəbizlik yaranır. Digərlərində isə əksinə hal. Bu da göstərir ki, bağırsaqlar yalnız qidalanmadan təsirlənmir. Psixoloji vəziyyət də müəyyən rol oynaya bilər. Buna görə bəzi insanlarda stres azaldıqda bağırsaq fəaliyyəti də yaxşılaşa bilir. İndi isə gəlin bütün danışdıqlarımızı qısa şəkildə yekunlaşdıraq. Qəbizlik çox yayılmış problemdir. Ən geniş səbəblər arasında az su qəbulu, hərəkətsiz həyat tərzi, lif çatışmazlığı, bağırsaq siqnallarını ertələmək, bəzi xəstəliklər və bəzi dərmanlar yer alır. Kətan toxumu, quru gavalı, əncir, yulaf, kefir və bəzi bitki çayları bəzi insanlarda faydalı ola bilər. Amma onlar möcüzə deyil. Ən vacib məsələ problemin səbəbini anlamaqdır.
Nəcisdə qan, səbəbsiz arıqlama, güclü qarın ağrısı. Uzun müddət davam edən qəbizlik kimi hallar isə mütləq diqqət tələb edir. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Qəbizlik sadəcə narahatlıq deyil, bəzən həyat tərzi ilə bağlı olur. Bəzən isə bədənin verdiyi vacib siqnallardan biri ola bilər. Məhz buna görə uzun müddət davam edən problemləri göz ardı etməmək lazımdır. Məqsəd qorxmaq deyil, məqsəd məlumatlı olmaqdır. Çünki məlumatlı insan sağlamlığına daha məsuliyyətlə yanaşır. Mən Doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən bir məlumat kiminsə illərlə yaşadığı problemin səbəbini anlamağına kömək edə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Qaraciyər piylənməsi və köp üçün təbii çarələr. Qaraciyər piylənməsi niyə yaranır? Köp hissi hansı səbəblərdən meydana çıxır? Hansı qidalar və təbii vasitələr faydalı ola bilər? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.